Valideynlər çox vaxt mənə bu sualı verirlər. Doktor, övladımın boyun nahiyəsi niyə qaralır? Əksəriyyət düşünür ki, bu allergiya ola bilər və yaxud da hər hansı bir dəri xəstəliyi ola bilər və yaxud da kirdən də belə ola bilər. Bəziləri hətta həmin nahiyəni dəfələrlə kisələsələr belə həmin qaraltının keçmədiyini görürlər. Çünki bu, uşaqlarda və yeniyetmələrdə rast gələn insulin müqavimətinin bir əlamətidir. Uşaq və yeniyetmələrdə boyun nahiyəsində, dəri büküşləri nahiyəsində, qoltuq altında dəri rənginin dəyişməsi, qaralması insulin müqaviməti sayılır və bu hələ diabet demək deyil. Geri dönən bir prosesdir. Çox vaxt bu əlamətlərlə yanaşı biz uşaqların tez-tez acmasını, şirin qidalara meylin artmasını, qarın nahiyəsində kökəlmə, tez yorulma, halsızlıq kimi əlamətləri də müşahidə edirik. Burada vacib məqam odur ki, insulin müqaviməti vaxtında aşkarlanarsa geri dönən bir prosesdir. Əksəriyyət bir səhvi çox tez-tez edir ki, həkimlə məsləhətləşmədən analizlər verirlər, pəhrizlər saxlanılır, bəziləri isə hətta uşağı tamamilə ac belə saxlayırlar ki, həmin bu qaralma getsin. Doğru addım nədir? Vaxtında uşaq endokrinoloqa müraciət etmək, səbəbi araşdırmaq və uşağın yaşına, cinsinə uyğun həyat tərzi dəyişiklikləri etməkdir.